Niyə biz ərimizə ər, arvadlarımıza arvad deməkdən utanırıq? Əgər mənim ərim çox pul qazansa, o başqa qadınlara baxacaq. Yaxşısı da az pul qazansın, mənim yanımda olsun. Mənim sən deyə müraciət eləməyim. Səncə niyə bu qədər maraq yaradıb? Biz Allaha sən deyə müraciət edirik. Nə qədər dua eləyiriksə, hər dəfə ona sən deyə müraciət edirik. Sən. Bax, səncə ailədə evin ruzisi kimdən asılıdır, nədən asılıdır? Qavram. Hər uşaq öz ruzisindən gəlir. Doğulmadan onun ruzisi verilir. Salam. Biz yenə bugün gəlin-qaynana münasibətindən danışacağıq. Keçən dəfə danışanda o qədər çox suallar gəldi ki, bu mövzunu davam etdirmək qərarına gəldik. Yenə bugünkü qonağım Tərlandır. Yəni sevimli gəlinim Tərlan. Mən də salamlayıram hər kəsi. Həqiqətən də yaxşı geri bildirimlər aldıq. Hətta bəziləri qaynana gəlin olduğumuzu deməyimizə rəğmən niyəsə bunun bir zarafat olduğunu inanmayıblar. Demək istəyirəm ki, yox, həqiqətən də qaynanamdır. Və deyir, niyyətin hara, mənzilin ora. Mən həmişə uşaq vaxtından arzulayırdım ki, elə bir oğlana gedəcəm ki, onun cavan anası olsun, müasir anası olsun. Həqiqətən də elə oldu. Bəzən hətta suallar verirlər ki, qısqanmırsan ki, onun belə olmağını falan. Əksinə yox, mənim üçün bir qürurdur. Bunu daha belə davam etdirirəm ki, mən də doğrudan istəmişəm ki, gəlinlərim belə müasir, yəni öz yerlərini bilən, həyatda bir amalları olan bir adamlar olsunlar. Və necə ki, Tərlan, mən bir başqa gəlinim də var, Turanə, o da Amerikada yaşayır. Elə də o, doğrudan da öz yerlərini bilən, öz dəyərlərini bilən və öz ayaqları üstə duran 2 dənə çox dəyərli xanımdır. Bugün biz əsas suallardan biri oydu ki, ər-arvad söhbəti. Niyə biz ərimizə ər, arvadlarımıza arvad deməkdən utanırıq? Bu mövzu belə çox aktual mövzudur və biz niyə belə düşünürük ki, məsələn, bəzən mən eşidirəm, deyirlər ki, üzr istəyirəm uşaqlarımın anası, ya da ki, evdəki, ya da ki, qadınlar deyir ki, ərim deməyə utanır, deyir, həyat yoldaşım, yəni uşaqlarımın atası. Nəyə görə ər və arvad deməyə bu qədər bizim üçün xoş deyil, utanırıq bundan? Ər əslində hər adama biz ər deyə bilmirik, hər adama arvad deyə bilmirik. Ancaq ərimizə və arvadımıza deyirik. Hətta nikah kağızında da ər və arvad yazılır da. Və bu rəsmi olaraq bunun əridir, bu bunun arvadıdır. Ancaq niyə utanırıq ər-arvad deməkdən? Ər nə deməkdir? Ər arxanda bir kişi durub. Ər, dağ kimi durub. Məsələn, ruslarda muj jena deyirlər çox rahatlıqla, türklər karı koca deyirlər çox rahatlıqla da. Bizim İnanc qəlbimizdə niyə bu arvad deyəndə bu qədər utanmaq, ər deyəndə bu qədər utanmaq, narahat olmaq var? Sanki cinsiyyəti aradan qaldırıblar, bizdə həyat yoldaşı deyirlər də. Bəlkə də bunun da altında bir simvolik məna yatır. İndi ailələrdə də bu kişi-qadın balansının pozulmağının bəlkə də səbəblərindən biri budur ki, yəni həyat yoldaşı deyəndə siz ikiniz də eyni yolda irəliləyirsiniz də. Burada ancaq ər və arvad deyəndə hərəsi öz rolu var, hərəsinin öz yolu var və siz birləşib birgə addımlayırsınız. Ancaq həyat yoldaşı deyəndə, yəni sən onunla bu həyatda bərabər yeriyən, vuruşan, çalışan, mübarizə aparan sənin yol yoldaşındır. Yəni bu ər-arvaddan çıxır, yol yoldaşına çevrilir. Əslində iş yoldaşı, sonra bizim başqa nə bilim qonşularımız, nə bilim bizim həyatımızda olan insanlar, sən də mənim həyat yoldaşımsan. Yəni necə həyat yoldaşımızsan? Bərabər addımladığımız bir həyatda getdiyimiz bir yoldaşsan, bir yol yoldaşımsan. Nəyə görə biz ərimizə və də arvadımıza həyat yoldaşı deyirik? Ki, bu da gətirib buna çıxardır ki, biz ər və arvad olmaqdan çıxırıq, həyatda addımlayan 2 dənə fərqli insan olur, həyat yoldaşı. İzləyicilər nəyə reaksiya veriblər, onlar marağına səbəb olub. Mənim sən deyə müraciət eləməyim. Səncə niyə bu qədər maraq yaradıb və bu sənlə sizi necə izah edərdin? Əslində bu mənim üçün o qədər gözəl bir mövzudur. Mən əvvəllər düşünürdüm ki, yəni bu sən sözün üstündə düşünəndə bir gün belə Quranı oxuyan vaxtı orada baxdım ki, biz Allaha sən deyə müraciət edirik. Nə qədər dua eləyiriksə, hər dəfə ona sən deyə müraciət edirik. Sən. Və mən
düşündüm ki, niyə görə sən deyə müraciət eləyirik? Çünki o qədər bizə yaxındır, o qədər biz onu özümüzə yaxındaş deyirik, o qədər bizim içimizdədir ki, o. O qədər onunla səmimiyik. Heç bir sərhəddimiz yoxdur. Hər şeyimizi ona rahatlıqla danışa bilirik. Ona görə biz ona sən deyirik. Və mən o anda mənim elə bil ki, belə bir həqiqətən bir aydınlama yaşadım ki, biz sevdiyimiz, səmimi olduğumuz, hər şeyimizi açıb rahatlıqla danışa bildiyimiz adamlara sən deyirikmiş. Ancaq kimlərəsə biz sərhəd qoyuruqsa, mənim sərhəddimi keçmə. Yəni dur orada, ona siz deyə müraciət et. Yəni sənin sərhəddin ordadır, dur orada. Amma səmimi hiss elədiyimiz insanlara sən deyirik. Çox gözəl bir mənim üçün fərqindəlikdir və əvvəllər mənim xatırlayıram ki, çox keçmişdə sən də, Turanə də mənə siz deyirdiniz. Amma son zamanlar amma sən deyəndə mən o qədər özümü yaxşı hiss eləyirəm ki, deyirəm demək ki, aramızda o qədər gözəl bir səmimiyyət yaranıb ki, mənə siz sən deyirsiniz. Doğmalaşmışıq. İnsan həqiqətən də doğmalarına sən deyir. Yəni amma o sərhəd qoyduğu insanlara siz deyir. Maraqlı. Bir də əsas geri bildirimlərə baxanda orada rəylər arasında var idi ki, bizim ər çörəyi yeməklə bağlı fikirlərimizə ki, bəs biz niyə istəmirik, kim istəməz ki, ər çörəyi yemək, sanki bir etiraz kimi, üsyan kimi, elə istəyərəm, elə oturaram evdə. Buna necə münasibət bildirərdi? Əslində bunun altında yatan tək bir səbəb deyil, minlərlə səbəb ola bilər. Məsələn, biri deyər ki, əgər ərim məndən çox pul qazansa, onun dili mənim üzərimdə olacaq. Qoy mən çox pul qazanım ki, burada söz haqqı mənim olsun. Digəri deyir ki, əgər mənim ərim çox pul qazansa, o başqa qadınlara baxacaq. Yaxşısı da az pul qazansın, mənim yanımda olsun. O birisi deyir ki, əgər o çox pul qazansa, aparıb anasına verəcək. Qoy az pul qazansın ki, hamısı mənim yanımda dursun. Yəni o birisi deyir ki, əgər o çox pul qazansa, o məndən daha güclü olacaq. Yəni maddi olaraq daha güclü olacaq və o deyən olacaq. Yaxşısı budur, qoy mən çox pul qazanım. Ya da ki, mən heç pul qazanmasam da, amma o da az pul qazansın ki, biz bərabər olaq. İkimiz də pul qazanmırıq, ikimiz də az pul qazanırıq ya da ki, biz bərabər. Heç kimin dili heç kimin üzərində olmasın. Yəni bunun altında yatan minlərlə səbəb ola bilər. Hər adamın özünə xas olan bir səbəb ola bilər. Bu bir dənə səbəblərdir, bir səbəb deyil. Bu neçə səbəbini mən burada saydım. Ancaq minlərlə səbəb ola bilər altında. Bəzən özümüzü faydalı, yararlı hiss eləmək üçün. Hə, o da ola bilər. Məsələn, insan bəzən özünü daha çox faydalı hiss eləmək üçün işə yarayan hiss eləmək üçün daha çox işləyir. Ki mən daha çox işləyirəm. Bu da, yəni bunun altında bir tək səbəb yoxdur. Hər insanın özəl səbəbi var. Demək ki, biz burada yoldaşım az qazanıra deyil də özümüzə dönüb baxmalıyıq ki, bunun altında hansı səbəb yatır. Yenə də bizə gəlir. Yenə də bizə gəlir. Və burada biz fərqindəlik söhbətləri eləyirik əslində burada səndən və burada bizdə sən deyil bizdəki. Burada mənəm. Mən niyə bunu yaşayıram? Bu mənə nəyi öyrədir? Mənim burada faydam nədir? Yəni reaksiyaları həqiqətən də mən fikir verəndə gördüm ki, insanlar heç biri mən necəyəm, mənə dönük deyil də qaynanam mənlə belə davrandı deyə mən belə oldum, yoldaşım qazanmır deyə mən işləyirəm. Ancaq çöldən içəriyə baxırlar ki, yəni nəticəyə görə mən bu cür formalaşdım. Bəli, yəni axı nəyə görə, bir də bu var da, Tərlan, nəyə görə elə deyirlər? Axı mən desələr onda məndə axı onda maskalar düşəcək axı. Maskalar düşəcək axı və onun yükünü almaq, məndən dolayı belə demək, o güzgüyə baxanda bəli bu məndən dolayıdır, mən üzümü təmizləyim, nə qədər asandır. Sən bir kəlmə dedin, mənim üçün bir fərqindəlik oldu ki, bu maskaları çıxarmaq nə qədər asandır. Özümüzlə üzləşmək. Özümüzlə üzləşmək nə qədər asandır. Asan olan başqalarının üstünə atmaq. O belə elədi. Bu belə elədi. Ailə, həyat yoldaşı, iş mühiti, cəmiyyət. Bəli. Bax, səncə ailədə evin ruzisi kimdən asılıdır, nədən asılıdır? Qadın. Bəlkə bu çoxlarına belə biraz deyəcək ki, mən yaxşı yaşamaq istəmirəm. Bəli, sən yaxşı yaşamaq istəmirsən. Qadın nə qədər çox istəyirsə, tələb eləyirsə, yaxşı yaşamaq özünə layiq bilirsə, ki, doğrudan da məsələ mən yaxşı paltarlar geyinim, mən yaxşı yerlərə gedim,
mənim həyatım daha gözəl olsun, uşaqlarım yaxşı yerlərdə oxusunlar, kişi o qədər çox pul qazanacaq. Ancaq ki, qadın desə ki, mən buna qane oluram, bəsimdir, elə işləmə lazım deyil, bu qədər bəsimizdir, yox, mən qaloş geyinərəm desə, elə o kişi o qaloş qədər pul qazanacaq. Amma qadın desə ki, mən qaloş geyinmək istəmirəm də, mən qəşəng bir ayaqqabı geyinmək istəyirəm. O gedib ayaqqabı qazanacaq qədər pul qazanacaq. Ayaqqabı alacaq qədər pul qazanacaq. Ona görə gəlin özümüz yaxşı şeylərə layiq bilək, qadın olaraq da. Əslində bilirsən necədir Tərlan burada? Qadın nə qədər ala bilirsə, kişi o qədər gətirir. Biz əzəldən, yəni ki, hələ daş dövründən necə olubdu? Kişi gedib ovlayıb, gətirib verib qadına, qadın da bişirib. Nə qədər ovlayıb, qadın o qədər bişirib. İndi bu dövrdə də elədir. Nə qədər produkt alıb gətirir, nə qədər ərzaq alıb gətirirsə çöldən, qadın da onu bişirir. Qadın bişirə biləcəyi qədərini gətirir. Razıyam səndən. Bununla bağlı öz təcrübəmdən bir şey paylaşmaq istəyirəm. Məsələn, bir dönəm işlədiyim yerdə mənim əmək haqqımda azalma baş vermişdi və elə oldu ki, həmin ay Səməddə də sən deyən kimi necə ərimdə ərimin də əmək haqqısında elə eyni qədər artış baş vermişdi və onda mən belə bir fərqindəlik yaşadım ki, həqiqətən ailənin ruzisi nə qədərdirsə, sən onu çalış, nə qədər dəstək olum deyirsən, əksinə ərinin ruzisini azaltmış olursan. Yəni bu ailəyə gələcək tutaq ki 10.000-dir və sən də çalışsan da, o da çalışsan, o 10 gələcək. Sən azaltsan da onun ruzisi artacaq da. Yəni sizin alacağınız bu qədərdir və hətta bununla bağlı bir şey demək istəyirəm. İndi görürəm ki, gənc ailə quranlar övlad dünyaya gətirmək istəmirlər və onu da bunu belə əsaslandırırlar ki, uşaqların xərci çoxdur, onları saxlamaq var. Hətta digər uşaq dünyaya gətirənləri belə cahil kimi adlandırırlar ki, necə də siz bunu əmin olmadan ki, onun ehtiyaclarını qarşılaya biləcəksiniz, dünyaya gətirirsiniz. Bununla bağlı da mən buna inanıram ki, uşaq ruzisi ilə gəlir. Hətta bu ifadəyə də çox cahilcə yanaşırlar. Sən nə düşünürsən bu haqda? O hər uşaq öz ruzisi ilə gəlir. Doğulmadan onun ruzisi verilir. O doğulmadan onun əvvəldən ruzisi verilir. O ruzisini əvvəldən göndərirlər. O gələndə də ruzisi ilə gəlir. Yəni əgər bax bir dənə buna baxaq da Tərlan. Bax bu qədər bizim ağılsız bildiyimiz heyvanlar, quşlar, dənizdəki yaşayanlar, o varlıqlar. Onlar nə bilirlər ki, onlar doğacaq, uşaqları olacaq, onların balaları olacaq və onların ruzilərini kim verir? Yəni o ruzini verən Allahdır. Yəni o boyda bütün bu kainatda olan varlıqların ruzisini verirsə, ağaclar quruyur, onlara yağış yağdırırsa, ruziləri yağışdır onlar. O uşağın mı ruzisini verməyəcək? Təbiətdə heç bir canlı, yəni ac qalmır. Necəsə onun ruzisini yetirir. Və bir dənə insandır ki, yeyir və deyir sonra mən acımdan ölərəm. Amma baxın, o vəhşi heyvanlar dediyimiz o şirlər, pələnglər nə edirlər? Ovluyurlar, yeyirlər və çıxıb gedirlər. Onu saxlamırlar. Deyir, onda gəlsin o birisilər yesin. Amma insandır yalnızsa o gözü doymayan, sabaha da saxlayın, birdən pulum olmaz, birdən yeməyim olmaz deyənlər. Yəni Allah o qədərmi ədalətsizdir, o qədərmi insanı görməzdən gəlir ki, o uşağın ruzisini verməyəcək. Elə mövzumuz uşaqdan açılmışkən istərdim ki, belə aktual mövzulardan biri də nəvə tərbiyəsində, uşağın tərbiyəsində nənələrin, babaların rollarından danışasan. Mən əslində həqiqətən də keçmişdəki yeganə ilə düşünərdi ki, yəni mən daha yaxşı baxarım. Amma bugünkü yeganə ilə baxmır. Və bugünkü yeganə bilir ki, o uşağa anası qədər, atası qədər heç kim gözəl baxa bilməz. Heç kim onları gözəl tərbiyə edə bilməz. Çünki o uşaq o ananın bətnində böyüyüb. O ana onu 9 ay bətnində böyüdüb, dünyaya gətirib və onu qədər heç kim ona gözəl analıq edə bilməz, tərbiyə edə bilməz. Və mənim zamanımda belə olub. Sənin zamanında belə olsun deyə bir şey yoxdur, doğrudan yoxdur. Hər zamanın özünün tərbiyə metodları var. Və o ana bilir ki, o uşağı necə tərbiyə etmək lazımdır. Və ondan əlavə də o uşaq əgər məni seçib gələrdi də, əgər mənim anam olmağı istəsəydi ki, mən onun anası olum. Amma səni seçib gəlibsə, deməli ki, analıqda sən onu eləsən daha yaxşı olar. Və biz bəzən nənələr, babalar niyə belə reaksiya verirlər? Bunu da deyim. Çünki özlərini faydalı görmək istəyirlər. İstəyirlər ki, o nənəyə baxanda faydalı olsunlar.
Çünki onların öz başqa məşğulatları olmadığı üçün, ancaq bütün məşğulatları o uşaqların üzərindədir, nəvələrin üzərindədir. Ona görə deyir ki, mən belə tərbiyələmişəm, sən də belə tərbiyə elə. Amma onlar xatırlasalar ki, o uşağı doğrudan anası qədər gözəl tərbiyə edən heç kim ola bilməz. Anası qədər heç kim onu sevə bilməz. Həm hansı nənə baba deyir ki, mən uşağı belə çox istəyirəm də, yox. Yəni ana qədər, ata qədər heç bir nənə baba uşağı çox sevə bilməz, çox istəyə bilməz. Ona görə icazə verək, gəlin, mən bütün burada nənələrə, babalardan xahiş edirəm ki, icazə verin, uşaqlarını özləri tərbiyə eləsinlər. Çünki onlar özləri tərbiyə eləyəndə onlar səhərsi kimi irad da bildirə bilmirlər. Əgər sən deyirsən ki, məsələ bunu belə elə, sən onu o uşaq da o nəvə də onu elə eləyəndə deyir ki, bax nənəsi dedi belə elədi də. Amma özü eləyəndə heç bir irad bildirə bilmir heç kimə. Çünki özünün uşağıdır. Çünki bu bunun tərbiyəsidir. Bunun tərbiyə üsuludur. Ona qədər də icazə verək uşaqlarımız öz uşaqlarını tərbiyə eləsinlər, özləri bildikləri kimi. Çünki onlar da onların üzərində öyrənirlər də. Həqiqətən də siz onları tərbiyə eləyib onların üzərində öyrənirsiniz. Keçən dəfə gəlinlə qaynananın oxşarlığından danışdıq. Mən düşünürəm ki, elə mən də Turanədə sənin uşaqlar böyütdüyün şəklə hardasa yaxın yanaşırıq. Səncə qaynana və gəlinin oxşarlığı, yəni digər qaynana və gəlinlər üçün də keçərlidir. Çünki geri bildirişlər arasında o etirazlar da var idi ki, baxın, siz uyumlusunuz da, amma mənim qaynanam belə deyil, mənim gəlinim belə deyil. O özlərini qəbul etməyən tərəflərdir, yoxsa necə? Əslində keçən dəfə bunu çox qəşəng açmışdıq ki, biz hər adam gedib özünə uyğun, oğlanlar gedib öz analarına uyğun qadınlar seçirlər. O qadın da, yəni də keçmişindən, gələcəyindən danışmışdıq bu mövzuda. Hər kəs özünə uyumlu ailəyə düşür. Hər kəs o özünün düşdüyü uyumlu ailəyə düşür. Və bunu sən nə qədər qəbul eləsən də, eləməsən də bu budur. Amma sən özünü qəbul eləmirsənsə, o ailəni də qəbul elə bil. Məsələ, əgər səninlə tanışdığımızdan danışaq. Məsələn, mən səni ilk dəfə görəndə gördüm ki, orada bir dənə o vaxt saçların uzun idi belə, uzun saçlı bir dənə qız var. Elə bil ki, oradan bir şey belə gəldi, bir duyğu gəldi, belə buram ürəyimə gəldi ki, bu qız çox gözəl qızdır belə. Və söhbət eləyəndə də nədən danışırdıq? Kitablardan danışdıq. Sən hansı kitab oxumusan, mən hansı kitab oxumuşam. Yəni o xonçalar, nə bilim o qızıllar, nə bilim o alınan paltarlar, nələr heç biri maraqlı deyil idi. Onda mən çox sevindim ki, söhbət eləyə biləcəyim bir adam var. Mən bu görüşümüzü nə vaxt xatırladım? Yeni ildə Sankt-Peterburqa getmişdik. Orada biz teatra getdik birlikdə və həmin an yadıma düşdü. Elə bil unutmuşdum o ilk görüşümüzü. Dedim ki, yəni ilk görüşdə kitablardan başlayan söhbət bugün bizi ona səbəb olub ki, biz bugün bir yerdə ölkələri səyahət edirik, muzeylərə gedirik, teatrlara gedirik. Yəni zaten ilk gündən bəlli ola bilər ki, bunun sonu necə gedəcək. Amma ilk görüşdən, xonçalardan danışanda onu gətir, bunu al. Elə evliliklərin çox vaxt elə də davam edir. Sonu o da davam edir. Sonu olmur ya da ki, olsa da maddiyyat üzərində. Nə məsləhət görərdin yeni evlənmək istəyənlərə, gəlin seçərkən, qaynanalara, bəy namizədlər və yaxud da nələrə diqqət eləməlidirlər? Mən bu sual da çox xoşuma gəlir. Mənə elə gəlir ki, əsas burada sənin bürcün nədir? Harda doğulmusan? Neçə yaşın var? Bunlardan çox birisi nəyə diqqət eləmək? Atanla münasibətin necədir? Ananla münasibətin necədir? Onları nə qədər sevirsən, nə qədər hörmət edirsən onlara? Bax, sual bu olsa, həm qızlar tərəfindən, həm oğlanlar tərəfindən o qədər gözəl evliliklər olacaq ki, niyə? Əgər bir qadın ya da bir oğlan öz atasına, anasına hörmət eləmirsə, ondan münasibəti yaxşı deyilsə, o sənin atan-anana nə qədər hörmət eləyəcək? Və sən özünü necə rol olaraq görəcək evdə? Öz atasının, bəydirsə, anasını necə dəyər verirsə, xanımdırsa, evdə ata fiquru necədirsə, səni də o şəkildə görəcək. Ona görə də həqiqətən atalarımızla, analarımızla münasibət çox önəmlidir. Birinci soruşaq ki, atanla münasibətin necədir? Çünki atamızla münasibətimiz bizim yaradanla olan münasibətimizdir. Anamızla olan münasibətimiz bizim dünya ilə olan münasibətimizdir. Biz nə qədər anamızı sevirik, nə qədər ona dəyər veririk ki, şu dünyadır. Dünyanı o qədər sevib ona dəyər veririk. Nə qədər dünya ilə aramız yaxşıdır. Nə qədər yaradanla aramız yaxşıdır. Hadisələrə buradan baxanda, onda sən biləcəksən ki, onun öz atası-anasına olan münasibəti sənin atanla, analına münasibətindən eyni olacaqdır. Buna diqqət eləsək, mənə elə gəlir ki,
Elə ya başdan olacaq, ya da olmayacaq. Məsələn, keçmiş dövrdə insanlar deyirdilər ailəsinə bax, anasına bax, qızına al. Məsələn, o dövrdə belə bir adət var idi. Hətta qadın gəlin almaq istədikləri xanımın əvvəl evindən bir daş gətirərdilər, öz evlərində qoyardılar və onun necə təsir etdiyini yoxlayardılar. Bir ara bu şeylər bizə xurafat kimi gəlirdi ki, bu nə inanclardı, amma indi başa düşürük ki, bu nə qədər dəyərliymiş. Bəli, həmin il mənim evimdə nələr baş verdi? Hansı hadisələr baş verdi ki, bu mənə düşərlidir, düşərli deyil. Bir şey olacaqsa, olacaq. Hər şey bizim xeyrimizə olur. Hər şey bizim faydamıza olur. Olan hər şey bizim faydamızadır. Birinci bunun idrakında olaq. Və bu ailəyə düşmüsənsə, sən bu ailəyə düşmək üçün dünyaya gəlmisən. Bu uşaqlar doğulmaq üçün sən bu ailəyə düşmüsən. Niyə belə oldu, niyə elə oldu, yox. Bura düşmüsənsə, hansını seçirsən? Xoşbəxt olmağı seçim sənindir. Mövzu tanışlıqdan düşmüşkən belə bir sual vermək istərdim ki, biz bir-birimizdən nə öyrənmişik? Əslində mən səndən o qədər çox şey öyrənmişəm ki, sənin mən nə öyrəndiyini bilmirəm. Amma mən səndən o qədər çox şey öyrənmişəm ki, əsas məsələ bilsən nədir? Bir də nə öyrənmişəm? Əsas mənim üçün. Qadın olmağı, kişi ilə rəftarı, necə qadın olmağı, yəni həqiqətən söz əsl mənasında qadın olmağı, ərlə necə rəftar eləməyi. Yəni evin arvadı olaraq ərinlə necə rəftar eləməyi. Yəni mənəm deyil də, yəni necə hörmətlə, necə anlayışla. Həqiqətən bunu mən səndə o qədər gözəl görürəm ki, yəni necə gözəl rəftar eləyirsən də Səmətlə. Mənim belə kənardan baxıram, deyirəm ki, bax, həqiqətən də bu əsl qadınlıq bu deməkdir. Yəni mən səndən qadın olmağı öyrənirəm və öyrənməkdə davam edirəm. Əsas birinci ağlıma gəldi köynək ütüləmək. Biz ailə quranda yaşım az idi da, yəni ev işlərindən demək olar ki, öyrənmişəm çox şey, bəzi yeməklər bişirməyi. Amma ondan əlavə əsas dəyərlərdən danışsaq, bəzən ruhdan düşdüyüm zamanlarda nəyisə eləməyə enerjim olmayanda səni görəndə yəni düşünürəm ki, o yıxılıb ayağa durmağı. Necə ki, baxıram deyirəm, Yegan xala bu cür hər şeyin öhdəsindən gəlsə, nələr mümkün deyil, həyatda hər şey mümkündür. Və ilham verirsən, doğrudan da sənə baxanda o enerjin, 5 dəqiqənin içində hər şeyi həll eləyərəm, o güvən gəlir də mənə və sən məndən o yumşaqlığı öyrənmisən, mən də səndən o gücü öyrənmişəm. Yəqin ki, elə ehtiyacımız olan bir-birimizdən öyrənmişik. Çox şükür. Yəni öyrənmədə davam edirik. Biz hər gün öyrənirik, hər an öyrənirik və bu utanılacaq bir şey deyil. Bu qürur duyulacaq bir şeydir ki, biz öyrənirik. Və biz doğrudan da ölənə qədər də öyrənəcəyik. Mən gördüyüm qədərilə bizim bu gəlin qaynana söhbətləri hamı üçün çox maraqlıdır. Və mən istəyərdim ki, siz şərhlərdə yazarsınız, hansı mövzularımızı açıq eləyək, nələrdən danışaq ki, bu başlanğıcdır. Bunun davamı var və hansı mövzular sizin üçün maraqlı olsa, şərhlərdə yazın, biz davam eləməyə hazırıq. Təşəkkür edirəm hər şeyə görə.